Salam əziz izləyicilər. Xoş gördük hər birinizi. Bugünkü dərindən təhlilimizdə çox fərqli, lakin bir o qədər də gündəlik həyatımızın görünməz qatlarına işləmiş bir mövzuya toxunacağıq. Qarşımızdakı mənbələr, qeydlər riyaziyyatın spesifik, amma əslində çox təməl bir sahəsinə həsr olunub. Yəni ağaclar və aralıqlar, bir də... Bəli, ağaclar və aralıqlar, eləcə də kəsimlər və hissələr mövzularına. İndi ilk baxışda bu adama sadə məktəb riyaziyyatı kimi görünür, amma mən bu materialları oxuduqca beynimdə yaranan əsas sual bu oldu ki, yəni bu real həyatda bizim nəyimizə lazım olacaq? Aha, o məşhur sual. Təbii ki, yəni biz əgər mühəndis və ya bağban deyiliksə, niyə obyektləri, bu aralıqları, kəsimləri filan bu qədər incəliklə hesablamaq bizim dərdimiz olmalıdır? Niyə buna vaxt ayırmalıyıq? Bu, əslində verilə biləcək ən vacib sualdır. Çünki əksər insanlar bu cür mövzulara sadəcə məktəb illərindən qalma, imtahanda qabağımıza çıxacaq quru məntiq məsələləri kimi baxırlar. Lakin bunun arxasında yatan fəlsəfə tamamilə fərqlidir. Nə mənada fərqlidir? Yəni bu qaydalar bizim real həyatımızın, məişətimizin, biznes idarə etməsinin və hətta proqramlaşdırma dünyasının əsas skeletini təşkil edir. Söhbət sadəcə, necə deyərlər, bağçaya hasar çəkməkdən getmir. Söhbət sistem düşüncəsindən gedir. Sistem düşüncəsi. Bəli. Təsəvvür edin ki, siz bir küçənin işıqlandırılması layihəsini hazırlayan şəhər salma mütəxəssisisiniz ya da, nə bilim, böyük bir tədbirin büdcəsini hesablayan menejersiniz. Və ya daha kritik bir şey deyim. Həkimin xəstəyə yazdığı dərmanların saatlıq qəbul qrafikini hazırlayan bir tibb bacısısınız. Tamam, bu artıq çox ciddidir. İsrafına ya da ən pisi xəstənin müalicə rejiminin pozulmasına səbəb ola bilər. Deməli, məsələ sadəcə ağacları saymaq deyil. Qətiyyən. Əməlli başlı layihələndirmə, optimallaşdırma və zamanın düzgün idarə edilməsidir. Bilirsiniz, mənbələri oxuduqca və detallara endikcə, insanın təməl bir kognitiv xətaya, yəni o zehni tələyə necə asanlıqla düşdüyünü görürsən. Hə, o vizual aldanış. Bəli. Çoxumuz müəyyən bir xətt boyunca düzülmüş obyektlərin ümumi məsafəsini tapmaq istəyəndə, bilirsiniz nə edirik? Sadəcə obyektlərin sayını götürüb, onların arasındakı məsafəyə vururuq. Elə bilirik ki, hər şey bu qədər bəsitdir. Ay sağ ol. Sanki hər şey bu qədər sadədir. Halbuki təhlil etdiyimiz bu məlumatlar göstərir ki, bu yanaşma kökündən yanlışdır. Niyə insan beyni bu qədər bəsit görünən bir yerdə belə böyük bir məntiq xətasına yol verir? Çünki beynimiz təkamül prosesində var olan fiziki obyektləri görməyə və onları saymağa proqramlaşıb. Biz ağacları, o dediyimiz dirəkləri, insanları sayırıq, yəni toxuna bildiyimiz şeyləri. Maddə olanları. Düzdür. Lakin onların arasındakı o qeyri-maddi boşluqları, aralıqları görməzdən gəlməyə meyilliyik. İnsan zəkası boşluğu bir məlumat vahidi kimi qavramaqda çətinlik çəkir. Gəlin belə edək, bu mürəkkəb görünən qaydanı çox sadə bir analogiya ilə izah edək. Buyurun. Bizi dinləyənlərdən xahiş edirəm, sadəcə bir anlıq öz əlinizə baxın. Mən də baxıram hazırda. Əla. 5 barmağınız var. İndi isə o barmaqların özünə yox, onların arasındakı boşluqlara diqqət yetirin. 1, 2, 3, 4. 4 boşluq var. Aha, 4 boşluq. Yəni, obyektlərin sayı 5-dir, aralıqların sayı isə 4. IT sahəsində, proqramlaşdırmada bu problemə çox məşhur bir ad veriblər. Buna off by one error deyirlər. Yəni... Off by one error. Bir vahid xətası. Proqramçılar da daxil olmaqla əksər insanlar hesablamalar apararkən həmişə bu bir rəqəmini unudurlar. Və bütün sistem çökür. Bu əl analogiyası həqiqətən əladır. Deməli, açıq və düz bir xətt boyunca düzülən fiziki obyektlərin sayı hər zaman, heç bir istisna olmadan aralıqların sayından bir vahid çoxdur. Mütləq şəkildə. Bunu dəyişənləri saxlayan boş qutular analogiyası ilə də düşünə bilərik məncə. Təsəvvür edək ki, yan-yana düzülmüş qutular var. Hər qutunun divarı var, eləmi? 2 qutu yan-yana qoyulduqda ortadakı divar hər ikisi üçün ortaq olur. Bəli, çox yaxşı müqayisədir. Yəni, divarlar ağacdır, qutuların içi isə o aralıqlar. İlk obyekti, yəni 0-cı nöqtəni qoyanda onun heç bir aralığı olmur. Yalnız ondan sonra gələn obyektlə birlikdə bir boşluq yaranır. Ona görə də bu +1 və ya -1 dinamikası həmişə qüvvədə qalır. Tamamilə elədir.
Və bu təməl məntiqi qurduqdan sonra ən mürəkkəb hesablamalar belə su kimi aydınlaşır. Məsələn, təsəvvür edin ki, sizə belə bir layihə verilib. 4 fərqli nəzarət nöqtəsi var, yəni checkpoint və bunlar arasında ümumi 12 kilometr məsafə var. Aha, Əgər siz o bayaq dediyiniz kognitiv avtopilot rejimində qalsanız, bilirsiniz nə edəcəksiniz? Dərhal 12-ni 4-ə böləcəksiniz. və deyəcəm ki, hər məntəqə arası 3 kilometrdir. Ay sağ ol. Amma əl və barmaq analogiyasını xatırlayan adam bilir ki, 4 nöqtənin arasında cəmi 3 aralıq var. Buna görə də biz 12-ni 4-ə yox, 3-ə bölməliyik. Nəticədə hər aralığın əslində 3 yox, 4 kilometr olduğu üzə çıxır. Bəli, və eyni şəkildə əgər sizdən 8 nöqtə arasındakı məsafə soruşularsa, Artıq bilirəm ki, burada 7 aralıq var və hesablamanı 7-yə görə aparmalıyam. 7 vurulsun 4 edir 28 kilometr, düzdür? tamamilə düzdür. Bu yanaşma çox məntiqlidir. Bizi böyük illüziyalardan xilas edir. Mənbədəki başqa bir nümunəni xatırlayıram indi. Deyək ki, 100 metrlik düz bir yolumuz var və hər 4 metrdən bir işıq dirəyi bastırılmalıdır. Çox adam dərhal 100-ü 4-ə bölüb 25 dirək tapdığını düşünür. Halbuki o 25 rəqəmi dirəklərin yox, aralıqların sayıdır. Məsələdir. O, 4 metrlik boşluqların sayıdır. Dirəklərin sayı isə həmişə aralıqlardan bir vahid çox olduğuna görə biz o 25-in üstünə bir gəlib, ambardan düz 26 dirək sifariş etməliyik. Əks halda yolun axırı qaranlıq qalacaq. Bax, biz həmişə sıfırdan başlayıb sona qədər getməliyik. Məsələn, yol boyunca düzülmüş obyektlərdən yalnız ikisinin, deyək ki, 3-cü dirəklə 8-ci dirək arasındakı məsafəni tapmaq lazımdırsa, biz yenə də bu +1 filan qaydası ilə əlləşməliyik. Yox, qətiyyən. Riyazi modellərin, bu cür qaydaların ən yaxşı xüsusiyyəti odur ki, situasiyaya tez adaptasiya olunur. Əgər müəyyən sıra nömrələri verilirsə, bu artıq ardıcıl bir qrupun daxilindəki məsafədir. Edəcəyiniz tək şey sadəcə olaraq böyük nömrədən kiçik nömrəni çıxmaqdır. Yəni, 8-ci dirəkdən 3-cü dirəyi çıxıram. Bəli, 8 çıx 3 bərabərdir 5 aralıq. Əgər hər aralıq məsələn 10 metrdirsə, 5-i vurursunuz ona, tapırsınız 50 metr. Çünki siz hər iki obyekti artıq sistemin bir hissəsi kimi görürsünüz. Sıra nömrələri özlüyündə mövqeyi ifadə etdiyi üçün o əlavə +1 düzəlişinə heç bir ehtiyac qalmır. Çox rahatdır bu. Yaxşı, gəlin vəziyyəti biraz daha mürəkkəbləşdirək. Biz bayaqdan açıq və tək tərəfli yollardan danışırıq. Amma real həyatda, yəni çox vaxt yolların iki tərəfi olur. Əgər biz 120 metrlik bir bulvarın hər iki tərəfində, deyək ki, 5 metr aralıqla şam ağacları əkməliyiksə, beynimiz yenə tələyə düşə bilər. Özü də necə düşür? Yəni, mən iki tərəfi eyni anda fikirləşsəm, o +1-i hara əlavə edəcəyimi, ümumiyyətlə onu 2 dəfə əlavə edib etməyəcəyimi tamamilə qarışdıra bilərəm. İnanın mənə, insanların 90% məhz bu nöqtədə ilişir. Eyni anda çoxlu tapşırıq etməyə çalışmaq, yəni o multitasking dediyimiz şey kognitiv yükü həddindən artıq artırır. İki tərəfli yollar və ya paralel gedən hər hansı bir proses zamanı qızıl qayda budur. Sistemi təcrid edin. Yəni necə? Yəni, heç vaxt iki tərəfi eyni anda həll etməyə çalışmayın. Problemi kiçik, idarə olunan hissələrə bölün. Sizin o 120 metrlik yol misalında əvvəlcə ancaq tək tərəfli bir xətt kimi düşünün yolu. Aha, anladım. Yəni o məşhur böl və idarə et stratejiyası. Tamamilə. Əvvəlcə yolun yalnız bir tərəfinə fokuslanıram. 120-ni bölürəm 5-ə, alıram 24. Bilirəm ki, bu 24 aralıqdır. Açıq xətt olduğuna görə üstünə 1 gəlirəm, tapıram 25 ağac. Bəli. Və bir tərəfi tam səhvsiz hesabladıqdan sonra artıq rahatlıqla digər tərəfə keçə bilərəm. Yol simmetrik olduğu üçün sadəcə 25-i 2-yə vururam və ümumi 50 ağac lazım olduğunu dəqiqləşdirirəm. Çox gözəl izah etdiniz. Amma mən əvvəlcədən 120-ni 2-yə vurub ya da nə bilim sonra bölməyə çalışsaydım, təməl vahidlər bir-birinə girəcəkdi. Məhz elədir. Çünki aralıqlar yolun uzunluğundan asılıdır, tərəflərin sayından yox. Siz düzgün məntiqi ardıcıllığına getdiniz. Əslində bu riyazi prinsipləri eşidən, bunu anlayan hər kəs ətrafdakı dünyaya artıq başqa bir gözlə baxmağa başlayır. İzləyicilərimizə belə bir kiçik interaktiv tapşırıq verək.
Əla fikir. Buyurun. Elə indicə oturduğunuz yerdə ətrafınıza baxın. Otağınızdakı kitab rəfinə, divardakı o naxışlara ya da pəncərədən çöldəki park edilmiş maşınlara baxın. Oradakı obyektləri və onların arasındakı boşluqları sayın. Zəmanət verirəm ki, fərqin həmişə bir vahid olduğunu görəcəksiniz. Bu, sadəcə bir riyazi düstur deyil. Bu, bizim fiziki reallığımızın dəyişməz qanunudur. Gözəldir. Lakin burada çox, amma çox vacib bir amma var. Nədir o? Biz bayaqdan ancaq açıq xətt anlayışından danışırıq. Bəs bu xətt qapanarsa necə olar? Yəni, biz düz bir xətt boyunca deyil də, məsələn, dairəvi bir bağın və ya kvadrat formalı bir parkın ətrafına ağa çəkiriksə, o zaman bizim bu +1 qaydamız işləmir. Xeyr, işləmir. Çünki sistemin topologiyası, yəni o həndəsi forması dəyişdi artıq. Qapalı fiqurlarda obyektlərin sayı tam olaraq aralıqların sayına bərabər olur. Heç bir əlavəyə, çıxılmaya ehtiyac qalmır. Bunu vizuallaşdırmaq üçün ən ideal analogiya bizim hər gün istifadə etdiyimiz kəmərdir. Kəmər. Necə yəni? Təsəvvür edin, kəməri açıq vəziyyətdə masanın üstünə qoymusunuz. Onun bariz şəkildə iki ucu var, düzdür? Başlanğıc və son. Bu, bizim o bayaqki xətti modelimizdir. Aha. Lakin siz o kəməri belinizə bağlayanda nə baş verir? Prosesin dinamikası dəyişir. Kəmərin ilk dəliyi, yəni o birinci nöqtə ilə sonuncu nöqtəsi üst-üstə düşür. Onlar birləşərək vahid bir nöqtə əmələ gətirir. Tərəzinin iki gözü bərabərləşən kimi sistem balansa gəlir. Qapalı çevrə daxilində artıq boşluqların sayı elə obyektlərin sayını verir. Wow! Bu kəmər analogiyası həqiqətən beynimdəki bütün o qaranlıq nöqtələri işıqlandırdı. Deməli, qapalı formalarda, istər dairə olsun, kvadrat olsun ya da üçbucaq olsun, biz sadəcə ümumi perimetri aralığa bölürük və vəssalam, heç bir o +1 əməliyyatına gərək yoxdur. Tamamilə. Təsəvvür edək ki, tərəfi 160 sm olan bərabər tərəfli bir üçbucağımız var və biz onun perimetri boyunca hər 40 sm-dən bir nöqtə qoymalıyıq. Bərabər tərəfli olduğu üçün 160-ı 3-ə vururam, perimetri tapıram 480 sm. Daha sonra o 480-i sadəcə aralığın uzunluğuna, yəni 40-a bölürəm, cavab edir 12 və bitdi. Çox sadəymiş əslində. Bəs yaxşı, bu məntiq ancaq belə məsafəyə, ağaclara, obyektlərin düzülüşünə aiddir. Məsələn, bizim qeydlərdə kəsimlər və hissələr konsepti də var. Bir taxtanı kəsəndə bu proses necə işləyir? Bax, bu prosesin tam tərsinə işlədiyi yerdir. Əgər açıq xətt boyunca obyekt aralıqdan bir vahid çox olurdusa, kəsim prosesində əksinədir. Bunu anlamaq üçün bütöv bir cismi təsəvvür edin. Məsələn, meyvə şirəsi çəkmək üçün blendera atacağınız bir banan. Yaxşı, banan. Siz o bütöv bananı bıçaqla sadəcə bir yerdən kəssəniz, əlinizdə neçə hissə yaranacaq? 2 hissə. Bəs 2 yerdən kəssəniz? 3 hissə. Yəni, bir bütövü bölərkən yaranan hissələrin sayı həmişə etdiyiniz kəsimlərin sayından bir vahid çox olur. Başqa sözlə, kəsimlərin sayı bərabərdir, hissələrin sayı çıxılsın 1. Əgər taxta sexində sizdən bir taxtanı 8 hissəyə bölmək tələb olunursa, o usta bilir ki, mişarla 7 kəsim etməlidir, 8 yox. Bu da öz növbəsində istehsalatda zaman və enerji itkisinin qarşısını alan çox vacib bir yanaşmadır. Ancaq məni əsl sarsıdan, necə deyərlər, o ən böyük aha anını yaşadan başqa bir məqam oldu oxuduqlarım arasında. Hansı məqam? Biz indiyə qədər fiziki məsafədən, ağacdan, taxtadan, dirəkdən danışdıq. Lakin bu fəlsəfənin tamam başqa bir ölçüyə, yəni zamana da tətbiq olunması doğrudan da heyrətamizdir. Söhbət tibbi müalicələrdəki o zamanlamadan, dozadan gedir. Bir vahid xətasının insan həyatına birbaşa təsir edə biləcəyi ən riskli nöqtədir. Proqramlaşdırmada buna zero indexing, yəni sıfırıncı indeks deyirlər. Aha, sıfırıncı indeks. Gəlin o klassik ssenarini canlandıraq. Həkim xəstəyə deyir ki, sən bu 4 həb darmanı hər 3 saatdan bir qəbul etməlisən. Əgər siz küçədən keçən sıravi bir insandan bu prosesin ümumilikdə neçə saat çəkəcəyini soruşsanız, bilirsiniz nə deyəcək? Çox böyük ehtimalla 4 həbi 3 saata vurub 12 saat çəkəcək deyəcək. Bəli, çünki insan beyni dərmanı zamanla eyniləşdirir. Amma əslində necədir? Əslində, birinci dərman xəstəxananın qapısından çıxar-çıxmaz elə o an, yəni 0-cı saatda dərhal içilir. Yəni o birinci dərmanın qarşısında heç bir gözləmə müddəti, heç bir aralıq yoxdur. Biz saatı dərmanları utduğumuz anlara görə yox,
o dərmanların arasındakı gözləmə müddətlərinə, o aralıqlara görə hesablamalıyıq. Tamamilə düzdür. Əgər biz 4 dərman qəbul ediriksə, bizim cəmi 3 dəfə gözləmə periyodumuz, yəni 3 aralığımız olur. Və hər aralıq 3 saat olduğu üçün biz 3 aralığı 3 saata vururuq. Deməli, müəllicə kursu 12 saat yox, sadəcə 9 saat çəkir. İndi təsəvvür edin, bu fərq xəstəxanada növbəti həkimlərin qrafikini necə alt-üst edə bilər və ya xəstənin yanlış dozalanma səbəbindən həddindən artıq dərman qəbul etməsinə gətirib çıxara bilər. Zamanı obyekt kimi yox, interval kimi görmək logistikada əsas şərtdir. Başqa bir misal da var idi mənbələrdə, bu silah atəşləri ilə bağlı. Aha, eyni məntiq atış poligonlarında da işləyir. Əgər hər 4 saniyədən bir atəş açılırsa və cəmi 8 atəş planlaşdırılıbsa, yenə də adamlar elə bilir bu 32 saniyə çəkəcək. 8 vur 4. Bəli, amma ilk atəş elə o 0-cı saniyədə açılır. Yerdə qalır 7 aralıq. 7 aralığı da 4 saniyədən hesablayanda proses cəmi 28 saniyəyə yekunlaşır. İnsan beynini o obyektlərdən ayırıb aralıqlara kökləmək çətindir, amma həyati əhəmiyyət daşıyır. Düzü bu 0-cı indeks məsələsini izləyicilərimiz mütləq yadda saxlasınlar, çünki həyatın hər sahəsində qarşımıza çıxacaq. İndi isə gəlin beynimizi tam işlədəcək, belə memarlıq və dizaynı daha tez-tez rastlaşılan mürəkkəb bir sistemə baxaq. Bayaq biz tərəfləri bərabər olan fiqurlardan danışdıq, o bərabər tərəfli üçbucaq kimi. Bəs tərəfləri bir-birindən fərqli ölçüdə olan bir ərazi ilə işləyiriksə, necə olacaq? Aha, gəldik ən maraqlı yerə. Məsələn, qeydlərimizdəki o çətin məsələni deyirəm. Tərəfləri 24 metr, 36 metr və 48 metr olan üçbucaqlı bir bağımız var. Və sifarişçi tələb edir ki, bu bağın kənarına tam bərabər aralıqlarla ağac əkilməlidir. Amma büdcə də məhduddur deyə ən az sayda ağacdan istifadə olunmalıdır. Yəni, həm məsafə bərabər olacaq, həm də ağac sayı minimum olacaq. Bu ilk baxışdan adamı qorxudur. Bu əsl optimallaşdırma məsələsidir və mühəndislərin gündəlik həll etdiyi problemlərdəndir. Əgər bizdən ən az sayda obyekt, yəni ağac istifadə etmək tələb olunursa, deməli ağacların arasındakı məsafə o aralıq maksimum uzunluqda olmalıdır. Aralıq nə qədər geniş olsa, bir o qədər az ağac gedər. Məhz, lakin bu məsafə elə bir rəqəm olmalıdır ki, hər 3 fərqli tərəfə həm 24-ə, həm 36-ya, həm də 48-ə tam qalıqsız bölünsün. Çünki künclərdə uyğunsuzluq yarana bilməz, ağaclar tam küncə düşməlidir. Bu isə bizi birbaşa klassik riyaziyyatdakı o məşhur əboba gətirib çıxarır. Ən böyük ortaq bölən. Bəli. Deməli, biz elə bir rəqəm axtarırıq ki, bu üçünü də bölə bilsin və ən böyük olsun. Bu rəqəmlərin hamısı, məsələn, 6-ya bölünür, amma ən böyük o deyil. 12-yə də bölünürlər, bəli. Hər 3 ədədi eyni anda tam bölən ən böyük ortaq rəqəm 12-dir. Əla tapdınız. Deməli, bu 12 ağaclar arasında qoyula biləcək maksimum bərabər məsafədir. Yəni, hər 12 metrdən bir ağac əkməliyik. İndi isə o bayaqki sistem məntiqini işə salırıq. Üçbucaqlı bağ qapalı fiqur olduğuna görə, yəni o kəmər analogiyasındakı kimi baslanğıc və son birləşdiyinə görə, biz sadəcə perimetri tapıb aralığa bölürük. 24, 36 və 48-in cəmi edir 108 metr. Və 108-i də 12-yə böləndə? Cavab 9 edir, yəni cəmi 9 ağac və burada heç bir +1 və ya -1 yoxdur. Sifarişçinin məhdud büdcə ilə bağını ən optimal şəkildə yaşıllaşdırmasının riyazi izahı elə budur. Materialın israf olunmaması məhz bu fəlsəfəyə dayanır. Təsəvvür edin, bunu bilməyən bir bağban bəlkə də 2 qat daha çox ağac sifariş verib, hamısını sıx-sıx əkəcəkdir. Bu təhlillər bizi doğrudan da fərqli bir nəticəyə gətirib çıxarır. Məktəb illərində əzbərlədiyimiz, bəzən nifrət etdiyimiz o darıxdırıcı düsturlar əslində təbiətin, memarlığın necə işlədiyini anlamaq üçün bir dildir. Qətiyyən darıxdırıcı deyilmiş, əksinə. Düşünürəm ki, bugün buradan çıxaracağımız ən böyük fəlsəfi dərs budur. Biz həyatda yalnız mövcud olanı, fiziki baxımdan yer tutanı, konkret hadisələri saymağa öyrəşmişik. Amma həqiqi analitik düşüncə obyektlərin özündən çox, onların arasındakı o səssiz boşluqları, keçid mərhələlərini oxuya bilməkdir. Səhvlər həmişə diqqət mərkəzində olanda yox, o görünməz aralıqlarda gizlənir. Çox dərin və dəqiq bir məqama toxundunuz.
Elə bu notlarda əziz ləyicilərimizə kiçik bir təhrik edici düşüncə, fərqli bir perspektiv qoyub getmək istəyirəm. İzləyicilərimiz öz gündəlik cədvəlinizi planlaşdırarkən ardıcıl etməli olduğunuz 5 işi, 5 görüşü yazırsınız ard-arda. Lakin o işlərin arasındakı 4 keçid vaxtını, yəni bir yerdən digərinə getməyi, dincəlməyi, zehni olaraq o növbəti işə hazırlanmağı heç hesaba qatırsınızmı? Bəlkə də hər gün vaxt çatışmazlığından, o tələsməkdən və stressdən əziyyət çəkməyimizin yeganə səbəbi elə həyatdakı bu aralıqları unudaraq ancaq ağacları saymağımızdır. Bu barədə mütləq bir düşünün. Mütləq düşünün. Mövzularla bağlı əlavə materiallar, sınaqlar əldə etmək üçün Orxan Bayramov MAFS Instagram səhifəsinə daxil ola bilərsiniz. Məlumatlar faydalı oldusa, bəyənməyi, paylaşmağı və Orxan Bayramov MAFS kanalına abunə olmağı unutmayın.